بسم الله الرحمن الرحيم الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون والصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين ولا سيما بقية الله في الأراضين. Özümü azizleri davet ediyorum Allah-u Teala'nın takvasına. Takvasız insan dünyadan salim çıkmaz. Takvasız insan dünyada salim yaşayabilmez. Ahireti de çorlanar, dünyası da çorlanar. O şahsı ki kafı nefsi yoxu değil, dünya bir yerden seçmək verdi. Bir vaxt görəcəksən bir işinlə imanı aradan getdi. Hacı Abdullah Ensari Allah'a deyər, Xudaya bunyad dediyine mara xarab nəkon. Bazı günahlar var, insanın bünyan ediniyle işi var. Elə ki təqva olmadı, bir yanda xibət elər, o yanda töhmət eşidər, bir yandan izai haqq elər. Nə qədər görürlər ömrüdə bunlar, axırda bir şey qalar, hesad qalmaz. Peyğəmbərimiz buyurdu ki, siz müflis kimə deyərsiniz? Buyurdu, ətədrünə mənil müflis. Dedilər, ya Resulallah, müflis bizdə odur ki, mən la dirhəmə ləhu və lə məta. Nə dirhəmi var, nə pılı var, nə cinsi var, deyni varından çoxdur. Həzrət buyurdu, müflis, mənim ümmətimdən o şəxsidir ki, qiyamətə gələk, orucu var, namazı var, zakatı var. Amma gələk məşərə və yəti qəd şətəmə hava və qadafə hava və əkələ mələ hava və səfəqə dəmə hava və zərəbə hava. Birine yaman deyibdi, birine söğüş deyibdi, birine foşu deyibdi, birinin malını yeyibdi. Allah göstermesin, birinin kanını tökübdi, birine ihanet eleyibdi. Feyutta hâzâ min hasenâteh. Birine vererler hasenatından, o birisine vererler hasenatından. Elə ki hasenatı kurtardı, ama borcu kurtarmayıbdi. O kıza min hatayâhu. Hatalarından ağzı olunar buna. Sonra da turiha finnar, Allah göstermesin, atarlar otun içine. Yani takva olmadı müflissen. Manevi zumarın aradan gedəcək. Hal-i mənəvin aradan gedəcək. Bu iki fikir eləyə biləsən, hardan gəlibsən, hara gedəysən, bunlar aradan gedəcək. Bir zaman gözünü açacaq ki, göz qabağında nida olacaq. Bu işlerine göre Allah qiyamətdə göz qabağında nida eləyəcək bir diye özündən nə qədər acığın gəlir, gör bir ömr qeybət, töhmət, böhtan, malı haram yemək, abır töhmət, bir il üçün yığasan bir yerə adama nə tür qiyafət düzəldər? Ey dəride pustin Yusufan, گرگ برخیزی از آن خواب گران گشته گرگانان همه خوهای تو می‌درانند از غضب اعضای تو yırtıcı heyvan kimin oldun sen? Özündən acığı gəlir. İstey məşrik məğrib qədəri özündən qaça, boğdəl məşriqin. Orada Allah'ın bir sözü var ama kulağına deme. Yunadavne. Nida olun ey cemiyetin içinde. İnnellezine kefaru yunadavne le mektullahi ekber min mektikum enfusekum
اِذْتُدْعَوْنَ اِلَى الْا۪يمَانِ فَتَكْفُرُونَ Nida olunacak, çözünden ne kadar azığın geleyi. Allah diyecek ondan artık, benim senden azığım geleydi o zaman için. Seni çağrı eder hicaba, ağzı verir. Seni çağrı eder namaz cümüye, məskəri edir. Seni çağrı eder namaza, ihanet edeydin, saymaydın. O zaman için اِذْتُدْعَوْنَ اِلَى الْا۪يمَانِ Seni çağrı eder deyirlər, imanın olsun bu alemin yəsi var, sahibi var. Bu kuruşluğun hedefi var. Ruzgar o çarkı encam sar be sar bazı isti. Varne in ruze dera dahrab fardasti. Orada ne kadar elə ki göreyim mərəkə xarabdik, istəyib qaçaq. Allah deyir Peyğəmbərə, ey kaş o ləhzəni görəsən. وَلَوْ تَرَا اِذْ فَزِعُوا Əcəb ayət. وَلَوْ تَرَا اِذْ فَزِعُوا Şaş görəsən o ləhzə ki, bunları vəhşət bürək, istəyib qaçaq. Amma Allah buraya fəla fəvtə. Dünya döl qaçasan, ahirette hara qaçarsan Allah'ın mülkündən qaçmaq olar. Və uxizu min məkanin qərib. Foran yaxaladılar Allah'ın məmurları. Və qalu amennə bihi. Foran deyər iman getdim. Daydımə bu aləmin yiyəsi varmış. Bizi düzəldən varmış. Yaradanı varmış. Hesab kitabı varmış. Bizim məqsədimiz varmış. Bu boyda təşkilat ədər görmüş. Foran deyir amennə bihi. Allah bilir ve enna lehumut tenavüş. Yani ve enna lehumut tenavül. Hardan bir de el tapabilir imana. Min mekanin ba'id. Ve kad keferu bihi min qabl. Dünya soğuştu. Bilacet dünyadan zımar götüreydin. Bir ləhzə. Bileysen ne kadar kıymetlidir bu alemde. Harda soğuşturdun? Qəfəxanada, qəlyanxanada, kafe şaplarda, hənhün eləyirsən, hər nə başa çatdı, fürsət yoxdur bunlara. Dəqiqədir. Yəni, bir dəqiqəni bu aləmdə fikri məqsədi bu aləmdən ayırmayacaqsın. Allah bunu səndən istəyir. İş görəysən o məqsədlə, o fikirlə. Mədrəsəyə gedəysən o fikirlə. Bunu ayırdılar. Yani düştün gaflete, yani düştün məsiyete. Ondan sonra elə ki geldi mənşərə, vurdular. Və nəvə'ül məvazinəl qist. O kadar ağır ayədi bu. Allah buraya bir terazi getirir, terazi özü qistdir. Yani o teraziye baxanda belə vəhşət bürək, o için gözü qıpıq yaşayıb. Ama neyniyə bilər, qayıtmaq var? Yox. Hatta Allah buraya bir dəni ki istəyən vuram, bacadan, yerdən, göydən sirvəti başına yağdırıyam. Biləhsə fikir eləyən mi ya? Olmaya bu qüvvət ola. فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّى فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً وَهُمْ مُبْلِسُونَ Allah buraya elə ki bizi yaddan çıxartdı. Başından töhdüm sirvət. Ay sirvət. Bu da söndü. Bəh, əcəb dolarlar, əcəb sikkələr, əcəb maşınlar. Hey söynək, elə düz söynməyin olcunda Allah buraya əxəzinəhən baxtətən. Birdən bunu tutduq. Gecə harda yatmışdı, harda gözünü açdı. Gözünü açsan, üç şey bunu tutək. Biri fəilahım mublisun. Biri de فَاِلَٰهُمْ يَجْعَرُونَ Biri de al saklı özünden hemiş. Biri budur ki birden bunu yas tutay ki dahi hiç imkanı yoktu tağir tapabıra bir şey. Burada dadıgar istinaf yoktu. Şimdisi budur ki işkirek. Şimdisi budur ki ürək keçir. Ve orada ürək keçməmiş burada özür geçer bir silkələ. Allah'ım Teala'dan muameleyle, eli koy Allah'ım Teala'nın eline, sabahları hesap kitap başlandı, o hesap kitap ayağında, itminanla öləsən buradan ölende. Ya eyyetühen nefsul mutmainneh,
İtminan yəni heç nigarançılığın yoxdur. Yaxdı keçinibsən, çorlamayıbsan, o kadar aramsan, Hazreti İmam buyurdu, badeli aram bu dünyadan gediyən. Çün mütməənnisən sənə deyəcəyi ilə Rabbiki radiyətən mardiyyə. Əzizlər, bizim bəhsimiz buradadır ki, Allah görsətməsin insanı qahi o kadar süqut elər insan, süqutu görsənməz. Süqut ondan pis olmaz ki, insanın şərəfi, insanın izzəti, insanın kəraməti, bir kələmədə dersən onun əqlidir. İnsan gəlib əqlini tətil edər. Bu içkini içəcəksən, özü biləysən hansı rədifdə qoydun. 124 peyğəmbəri Allah yollayanda deyib bu cəmaata deyəcəksən şərab haramdır. 124 peyğəmbəri ağız əyibsən. Ağı içki istəyirsən nə görsə içkilər. Halal çoxdur ya haram. Vaxtı halal səni görmək, o haramı tıxmaq səni görəcək. Peyğəmbərimiz and içdi. Dedi, and olsun Allaha ki, məni peyğəmbərlərə yollayıb. Bu şərabı içən, içkini içən, yəmutu ətşana və yəmkusu fil qəbri ətşana və yubbasu yevməl qiyaməti ətşana və yunadi və ətəşah əlfəsənə. And olsun Allaha ki, məni peyğəmbərlərə yollayıb. Bu şərabı içən, öləndə teşni öləcək. Sən baxırsan onun cənazəsinə, ot tutub ağzı yanır, ciyəri yanır. Bərzəx nə qədədir? Kim bilir, neçə milyard ildir. Bərzəxin hamısının teşnə qalacaq. Yəmkusu fil qəbr, yəni bərzəx. Ətşana. Qiyamətə də ki, məhşərə gəlik, orada da məhşərə gələcək ətşan. Gör, məhşərdə Allah görsətməsin, otlu tayana susuzluqdan dili, ağzı, ciyəri. Və yunadi cəmatın içində qışqırıq deyəcək. Və atəşah, əlfəsənə. 1000 il. Alan o toya şərabı gətdin, ay gətirən, ay toy yiyəsi, ay toy eləyən, ay toya gedən, ay qəfənin yiyəsi, restoranın yiyəsi, hamızı bu tutacaq. Zəhər diyor restoranda o pul sənə, niyə o restoranı açdın? Qorxmadın sən də getdin o toyda əyləşdin. İmam Sadiq ağanın süfrənin o başında Mənsurun sərhəncinə qoydular şərabı, bir yandan durdu ayağa. Dedilər, ağa ona getdir sənə yox. Dedi, lənət nazil olsa İmam Sadiq tanımaz. Heç qorxmadın getdin o toyda əyləşdin. Ay gəlin, ay damat, qorxmadın haramdan xeyri-şu başladın. Bilməysən əsbab Allahın əlindədir. Minlərlə sənin indi bu toy eləyəndən sonra armanı yaşamağa əsbaba ehtiyacın var. Körpəsi ötdün, dağıtdın, vay olsun sənə. Neyniyəcəksən? Elə ki, 1000 il deyəcək, yandım, 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 yandım. Allah deyəcək, buna su verin. Su nədir? فَيَؤْتَى بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهِ بِئْسَ الشَّرَابِ. Hər dəmiri ki qızdırasan, ot verək, qırıq, gətiran yağın qızdırasan. Bütün nəyin var tökər yerə. Onu gətirəcəklər, deyəcəklər, heç yüzün bütün tökəcək, dişlərin bütün tökəcək, gözün tökəcək, hamısı töküləcək o kasanın içine. فَلَيْسَ لَهُ بُدٌّ مِنْ أَنْ يَشْرَبَ فَيُصْهَرْ مَا فِي بَطْنِهِ. Heç çarəsi yox. Şərabını içsən, tamam əmma və aşağısını yandıra. Ondan Allah deyər ki, bu sənin öz işindir. Gətdin sən morğudarında, çarxanında, evində, gəldin, şərabı düzəltdin, utanmadın üstünə xarici marçıda vurdun, uşağıva zəhəri yedirtdin, nəsli korladın, Allaha ağız əydin, Quranı ayaqladın, 124 peyğəmbərlə cəngə çıxdın. Nə vardı var biz har yiyəsin, qarnına salasan. Allah, Allah. İnsan nə qədər sakit olar, sükut elər. Əuzu billahi mineşşeytanirracim.
Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Elhamdülillahi kema huve ahluh. Allahümme salli ve sellem ala seyyidina seyyidil enbiyai vel murselin ve ala aliyin emiril mu'minin ve ala Fatıme'te Zahra vel Hüseyni vel Hüseyin ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa Rıza ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetul Qaimil Muntazar. Allahümme aşurna ma'ahum ve fi zümretihim. Özümü azizləri dəvət eləyəm Allah-u Teala'nın təqvasına. Xordadın 3-cü günündə, o gündür ki, Allah-u Teala'nın rəhməti, bərəkəti nazil oldu və Xürrəmşər azad oldu. Belə fikir eləmə ki, biz Xürrəmşəhri Saddamın əlindən azad elədik. Yox, Amerikanın əlindən azad elədik. Onun hem peymanı Avrupa'sından azad elədik. Biz onu irtizai Ərəbin əlindən azad elədik. Biz onu Şuraviye Sabıqın əlindən azad elədik. Saddam kimidir? Saddam bir dənə Neyruya niyabəti idi. Amerika gəlib girmiş ki ora. Rumsfeld gəldi Əraqa. Bugünkü gəldi, sabahları zənci başladı. Rumsfeld gələn cəhənnəmdədi. Amerikan o zaman difa vəziri idi. Bəli, 220 min şəhidimiz Amerikanın əlindən qanı tökülür. Bu hamısı Amerikanın işidir. Bu 45 ildə o cinayətləri ki, Amerika bizim millətimizin barəsində eləyib, heyrət avərdir. Və nişan ki, bunun nə qədər əmik çiynəsi var ki, bizim millətimizdən intiqam ala. Niyə üçün? Fəal maya şahidilər. İranın adını qoymuşdu, 51-ci əyaləti Amerika. Elə gərək yana yönərtisi olar. Bu həftə Ayrı Cümhur bir məcmui dövlətiyə getdi, müfəssəl meyvəni qalaqlamışdılar ora. Mən Ayrı Cümhurdan istəyəm, tamam vizarətxanalara dəstur ver, heç idarənin haqqı yoxdur cələsətdə. Meyvədən istifadə eləyə, şirnidən istifadə eləyə, fəqət su, biraz artıq olsa çay. Ayrı Cümhurdan istəyəm, idarata desin, bu kağızdan istifadə eləmə. Götür CD-yə, götür internetten yolla, güzarışı yollaysan. Sel kimi 80% kağız varıdat edin. Və belə də ixtifaş olar. Dəstur versin Ayrı Cümhur Vəzəraya ki, özlərinin bilanı karınistə ira eləyə, bahalı dəftərsə çap eləmə. Nə bahalıqda kağız? Ayrı Cümhur dəstur versin, iclasiyələr bərgüzar olandan sonra o iclasiyanın dəbiri, müdiri, rəisi özün tanıtılmağa görə bahalı kağızla gətirib güzvə çap eləməsin, dəftərçə çap eləməsin. Ayrı Cümhur, sən Nəhcü Bəlağı ilə qəşəng tanışsan, Əzzət deyir ki, öz kargüzarlarına qələmi yont, ucu tiz olsun və süturun arasında fasilə çox olmasın. Çox olsa kağız çox işlənər. Sonra da de inne beyte malil muslimin la yetehemmeli misle hâza dirar. Ki beytülmal belə zərərə dözə bilməz. Əmir Əleyhisselam bu sözündən sonra tamam dövlət mərdəni vəzifəsi şəxəsdir. Mənim əzizlərim, bizim zamanımızda insaniyyət başa çatdı. Bizim rüzgarımız yetimin mənasını başa düşmədi. Bizim rüzgarımız yetimin gözünün, yaşının mənasını bilmədi. 20 min tifl otun altında qaldı, avar altında qaldı, vəhşətdə yaşadı, axırda da canını əldən verdi.
Axırda tikə oldu. Səhyonistlər bu uşaqlara icazə zindəci vermədilər. İcazə vermədi onun dodağı bir gülə. İcazə vermədi uşaqları ilə oynar. Onu da ona icazə vermədi. İcazə vermədi dədənin, nənənin, əvatifinin kölgəsində bu yaşıya. Bir dənə tif, uşaq, körpə, məzlumanı ölsə, Allahın ərşi titrər. İnsanların qəlbi titrər. Alan sən belə 20 min uşaq dünyadan gedə gör, nə qədər dünyada hür insanların qəlbi titrədi. Qəlbi ki titrədi, qəlb biləysən də Allahın hərəmidir. Əl-qəlbu haramullah. Fələ tüskin haramallahi qeyrəllah. Allahın hərəmin biri o günə qoy, Allah tamaşa eləməz. Bu uşaqların qənimi tutacaq, Amerikanı tutacaq, İsraili tutacaq, bu ərəbləri tutacaq, hükkam İslamını tutacaq. Allah buraya inna minel mücriminə munteqimun. Biz intikam alacaq mücrimlərdən. Falamma asafuna minhum. Elə ki bizi narahat elədi Allah-u Teala belə intikamı aldıq. İnsanlar dünyada iki qismidir. Bəzi daş kimindir, hər cinayətin qabağında heç bunun əşkiləməz. Niyə fəqət istəyir? İçə, yəkulun və yətəməttəun kəma təkulul ən'am və naru muffan ləhum. Amma ikimizi budur ki, insan hüviyyətini əldən verməyib. Baxıb uşağa tamam vücudu ilə, yəni vücudu yox tutub yəni uşağa baxanda. Bu ot nəzir olacaq, bu ot qətən bunların hanımanı yandıracaq. Fantəziru inna ma'akum minəl müntəzirin. Aclıq alən gəlib gör, hara çatıbdır? Filmlərə baxırsan, yarpağı yeylər. Uşaq yarpağı yey. Müsəlmandır bunlar, hanımdır, uşaqdır. Yarpağı yey, fəqət ölməsin. Bir dənə qoy sizə söz deyir. Bilirsən bu günlər niyə Avropa düşüb ələyağa, Sazman-ı Millələr şikayət eləyir ki, İsrailin əleyhinə? Bax, sən necə öldürürsən? Çünki bilirlər bu günlər bir böyük faciə, ittifaq düşəcək Qəzzədə. Bütün cəmaat ağzından qırılacaq. Onun qorxusundan ki, onun ayağına yazmasın, onun nifaqla gəlib qabağa. Hayır ol. Hayır ol. Sözün təbliğ eləyər. 2 dənə Yahudini terror eləyiblər. 2 dənə Sahyonisti terror eləyiblər Amerikada. Bu hafta gördün Trump nə qədər özünü öldürdü. Əcibdi. 2 dənə bunun ölməyinə görə gəlib təbir içi eləyibdi. O təbir çox əcib təbirdir. Ki gəlib deyibdi ki, cinayəti vəhşətnak. Cinayəti vəhşətnak. Cinayəti holnak. 2 nəfərə desin holnak. Hələ bir de görək. Bismillah. Nazir olaysan 100 mini keçibdi Qəzzədə. Bunun adını nə qoymalısan sən? Sənin silahlarla bu olubdu. Buna de bu Yahudi sitizidir. Əgər vaqən sən bir dənə millətinlə çırpışmaqla, bir qovmuna müxalifsən, ben Müslümanlarla nə deysən bə? Müslüman sitizi olmayı. Pis olmayı orada. 2 dənə Sahyonistlər bu təbirləri işlədiysən. Əlbəttə ki, bunu biləsən. Əlbəttə ki, biləsən ki, Trump intixabatından qabaq elan elədi. Dedi, İslam bir dənə virusdur. 2 milyard adamın canında. Bunu çıxardacaq, atacaq bu virusu aşqala. Necə ki, komünizmin virusunu çıxartdıq, atdıq aşqala. Bir adamı ki, İslam'a uzun baxa, məlumdur Müslümana da nəzür gəlib baxmalıdır. Allah bana aparıyor belənsi, təbirlər, belənsi təfəkkürü necatpərəstlik yalan gəlib dünyaya hakim olubdur. Bəli. Mənim əzizlərim, ərtəş İsrail bu həftədən başlayıbdı, iftixarla təzədən girir Qəzziyə. Gəliyəm Quran. Kimə həml eləyirsən? Uşağa. Kimə həml eləyirsən xanımlara? Kimə həml eləyirsən acdara? Kimə həml eləyirsən? Onlar ki, bir dənə çadırdan sonra da hestadı yoxdur, girib çadırın altına. İnsanlar iki azadədirlər, hürridir. Heç vaxt zəncidə şərəfin ayağının altına qoymaz. Bunu görəcək. Sazman-ı Milləl gərək adab-ı zənci yazır. Zəncin adabı var. İstəyirsən adab-ı zənci örgəşəsən,
Gecit Peyğəmbərimizin sorağına. Peyğəmbərimiz mənşur yazır ki, Zəncə. Mənşurunda Peyğəmbərimiz yazır, suyu düşmənə bağlama, suyu zəhərləmə, ağacı kəsmə, yaralıya həmlə eləmə, biğulədə gedib sıxılanlara həmlə eləmə. Belə bir şey eləmə, mənə əsir tutub getsən söylənəcəyəm. O zaman söylənəm, neçə nəfər iman gətirə, onu gətirəsən mənim yanıma. Adab-ı Zənci görcəş Əmir Əleyhisselamdan, Zənci Cəməldən sonra dedi, ey kaş 20 il bundan qabaq öləydim mən, görməydim belə adam öldü. Zənci başlayanda zöhr başlaydı, azan vaxtı. Dedilər, ya Əli, əlan zənci vaxtıdır, axı, bu nə işini görəysən sən? Dedi, 2 işə görə. Biri budur, azan veriləndə gün ortada rəhmət nazil olar. Biri də budur ki, istəyəm üzü gərənluğa gedər, düşmən qaça, düşmən özünü nicat verər. Ki, Adab-ı Zənci Əmir Əleyhisselamdan öləcək. Siffində 2 dəfə suyu bağladı Muaviyə Əmir Əleyhisselamın üstünə. İkisində də aldı əlindən. Amma bağlamadı, suyu bağlamadı. Dedi, susuzluqdan öldürməzlər biri. Alan sən suyu da tamam lülələri partladıb. Su tapa bilməyik ya. Zənci gəl İmam Hüseyin ağadan öləcək. Dedi, ləm əkun lə əbtədi əbil qital. Mən heç vaxt zənci ibtidağın başlamaram. Və Həzrət dedi, hürrü bilməy gələn məclisdə su yoxdur mənzildə, su götürün. Oraya yetişdilər, hürrün rəngi qaçdı. Hamısı susuzluqdan öləcək. Amma Həzrət susuzluqdan öldürmədi. Nacavan mərdanə yollarla meydana girmədi. Dedi, gətirin bunlara su verin. Adab-ı Zənci öləcəksən, Şah İsmaildən öləcək. Elə ki, Zənci saldıran istəydi başdana, Ustandarı Diyarbəkir. Bunun Diyarbəkir İranun idi. Ustandarı dedi, mən Osmanlılarla qoşuyam burada. Mən bunları tanıyam. Bir dənə fəqət yolu var, bunların hamısını qırasan, biri də salim gəlməyəm. Partizanı Zənc elə. Qeyri-münəzzəm Zənc elə. Şah İsmail bunu qəbul elə. Dedi, mən ciyərdən, orusu da öyrəm ki, vuram qaçam. Elə ki, Osmanın, Dövlət-i Osmanının ərkeşi yetişdi, Şah İsmail dedi, qoyun, bunlar səfərdən gəlir. Qoy, qəşək yerlərin tapsınlar. Qoy, nizam-ı zəncilərin tapsınlar. Bundan mən zənci başlayayım. Dedilər ki, silahı gərmi götüreyim? Əcəb söz dedi. Dedi, silahı gərm kişinin şəcaətini görsətməz. Kişi silahı gərm namərdidir. Əcəb söz. Nacavan mərdidir. İnsanın şəcaəti qılıçla görsənər. Qoy Sultan Səlim qılıncı götürsün, mən də qılıncımı götürüm. Girdi meydana. Gördü Sultan Səlim yoxdur meydanda. Həmişə Salatini Osmani kənarda təpədə dayanıb oradan dəstur verərdi. Salatini Səfəvi meydanına girərdi. Girdi meydana. Gördü ki, yoxdur Sultan Səlim. Hey qışqırdı, hardasan? Hey qışqırdı, nida verdi, hardasan? Gördü, yoxdur. Dedi, qəm səslən dedi. Dedi, Səlim, biz gizdilim, pasabıra gəlməmişik. Çıx, hər yerdəsən. Nasıl qışqırdı, gördü Sultan Səlimdən xəbər yoxdur. Dedi, mənə bir dənə çadıra gətir. Çadıra, zənən çadıra, xanımın çadırasını götdü, tolladı leşkərə. Dedi, aparın verin Sultan Səlimə. Sən ki, gedib gizlənəcəksən, pəs çadıranı başına ört. Xanım zəncə gəlməz. Sən kişisən, hardasan sən? Sultan Səlim gördü, iş xarab oldu. Bunun bir dənə pəhlivanı var idi. Benamı Malqoç. Urupanı bütöv fəth eləyən bu idi. Sultan Səlim Malqoça dedi, amandı gəl meydana. Malqoç demə, div denə. Div. Malqoç meydana bir nərə çəkək, meydanı götürüb başına. Qərəzim var bu sözləri deməkdən. Əhli biləyin niyə varid olmuşam bu bəhsə. Malqoç girdi meydana. Eyni o ki, tarix yazıb onu deyəm. Meydanda bir tozanaq ki, qatdı. 2 leşkər birdən gözləri düşəndə meydana gördər, Malqoç 2 bölünüb. Yarısı bu tərəfə düşüb, yarısı o tərəfə düşüb. Vəhşət leşkəri Osmaniyə düşdü. Şah İsmail həmlə elədi otağa. O ki, tarixdə yazır, otaq, yəni xeymə, xeyməgah Sultan Səlim. Dedilər, getmə, topları bir-birinin kənarına qoyar, at gedə bilməz qabağa. Dedi, yox. Getdi, özünü çatdırdı, yetişdi.
topxanaya qılıncla vurdu şəmşiri. Vurdu şəmşirinə zənciri qırdı. Topxananın zəncirini qırdı. Gör, hara gedib satdı bax. Topun dibində buna bir iş görəmləyilər. Şəmşiri saldı lülənin içinə, topun lüləsinin içinə. Heç kəs yoxun düşə bilməyək üçün eşitmişdilər ki, bu kimdir? Sultan Səlim gördü ki, iş xarab oldu. Dəstur verdi topxana işləsin, mənim adamlarımı da vurun. Yeniçəriləri də vurun. Şah İsmail həddə əqəl 7 dəfə Şirazi Leşkər Osmanı vurdu bir-birinə. Ərradi Osmaniyə yetişdik. Leşkər Osmanı biləydi bu kimdir? Hər kəs gələydi qabağa. Bir nəfər olsaydı 2 yerə bölünəydi. 2 nəfər olsaydı 4 yerə bölünəydi. Və hər zâke şəmşir در کار کرد. یکی را 2 کرد و 2 را 4 کرد. Hər kəs istəyir bilə zəncidə kim qalib olubdu, tələfata baxsın. Leşkər Osmanı 100 bin, bu 25 bin. Onun silahı gərmi var, bunun yox. Amma acib ki, tələfatı müsafidir. Gör nə qədər öldürdü. Gör nə qədər Leşkər Osmanıdan öldürdü. Şah İsmail niruzəm eləməmişdi ki. Hər yerə 7 bin nəfərlə gedik. Həmişə də idi. Oğlu Şah Təmasib deyə bir cəhətdən mən söndüm nəticə zənci saldırana. Çünki dədəm hər yerdə qalib olmuşdu. Az qalıydı Qızılbaşlar şübhə-i uluhiyyət edir. Gör nə cür idi ya. İrandan özü də leşkərin təşkil vermidi Anatolunun Qızılbaşları. İrandan fəqət talışlar idilər. İrandan gəlmişdilər. Sül leşkəri İran Mavara o nəhridə zənci elədi. Sultan Səlim su istifadə elədi. Dedi Şah İsmail'in leşkəri Mavara o nəhrindədir, biz başlayaq zənci. Şah İsmail qabağından qaçar. Niruhay məhəlli Azərbaycanla Taifə el qəbilə ilə Dövlət Osmanlı'nın qabağında dayandı. Biz gələcəkdə şəhidgahda 3 dənə təndis qoyacağıq. Bir təndisimiz o zamandır ki, Şah İsmail gəlib şəmşirlə vurey, zənciri Topxanə Osmanlı'nı güvey. Şu sonra Sultan Səlim çox yalvardı ki, qılıncı ver mənə. Qılıncı bağladı, yolladı. Dedi, aparın verin Sultan Səlimə. Ha vurdu şəmşir, gördü zəncir qırılmadı. Nama yazdı, yazı yazdı, qəp şey veribsən mənə. Dedi, yox, mən heç vaxt qəp şey vermərəm. Heç vaxt mənim 200'üm olmaz. Qılınc haman qılışdı, qol haman qoldur. İkinci təndisi ki qoyacaq yox, şəmşirlə keçib şəmşiri salıb topun lüləsinə, 3-cü təndisimiz çadıradır, çadıra. İnşallah ayəndə də bu abdəcə çox söhbət eləyək. Bir dənə qoy bir cümlə deyimli ki, iş gəldi bura. Bu babası eşitləsə yaxşıdır. Şah İsmail zənci çaldırandan qabaq bir cümlə deyib. Bu cümlə tarixdə həmişə qalacaq. Sultan Səlimə dedi ki, sənlə mənim müştərək düşmənim var. Bu zənci başlama. Biləysən ki, məndə qorxu yoxdur. Amma sənlə mənim müştərək zəncim var. Müştərək düşmənim var. O da Rumilərdir. O da Avropalılardır. İslam Ruzi. Dedi, bu sənin zəncin xidmət Rumilərə. Zərbədir aləmi İslama. Bu zənc dedi, heç vaxt sən iftixar düzətməyəcək. Bu zənc sənin özüvə, sənin əhfadı üzügərəlikdir. Yəni, heç kəs sizdən biləxərə Anatolu'dan dura iftixar eləyə bu zənci saldırana. Bu xəyanət idi küllü müsəlmanlara. Xidmət idi Rumilərə. Vəliza bəxşündə Sultan Səlimin leşkəri kim təşkil vermişdi? Səlibilər, Avropalılar, Yahudilər, Əraminə. Əgər Sultan Səlim onun sözünə qulaq assaydı, aləm İslamın sərnevişdi ayrı bir şeydir. Yazısı ayrı bir şeydir. Allah bilə əgər qulaq assaydı, Şah İsmail'in bu sözünə, əslən, bugünkü gündə Oğuz'a müsəlmanlar hücum dördü. Gör nə boyda xəyanət elədi Sultan Səlim aləm İslama. İndi görəylər iş xarab olub, deyirlər Şah İsmail xətaya bilirsiniz niyə deyirlər xətayı? Çünki deydi mən xəta elədim, təxəllüsü xəta idi. Xəta elədim mən, Sultan Səlimlə zəng elədim. Dər haləti ki, Sultan Səlim başlayıb ha. Niyə görəylər Türkçə Sultan Səlimin boynuna heç yığışdırmalı deyir. Bir dənə cinayətdir böyük aləm İslama. Ondan deyir xəta. Day başa düşmək ki, baba xətayı, o sən deyən xətayıdan deyir. Adın qoyub xətayı.
bir dənə gülün adıdır ki, deyib xətayı. İcazə verib biraz da bu Trump'ın səfərindən danışım, sözümü tutarım. Səfəri Trump Xalic Farsa çox əcib oldu. Çox əcib oldu. Nişan verdi ki, hər məmləkətin sirvəti var, vəli zəifdir. O görə Trump'a cizyə verir. Əcib budur, əcib budur, əcib budur. Səhyonistlər səfəri Trump'ı da hükkam-ı ərəb, keşvərhay İslamini məskərə eləydilər. Qışqırıydılar, yallah, milyardlar dolar cizyə verir. Eyni ibarətlərini oxuyan, o Ərəbiyə, İsrailə bax, idfa'ul cizyə, ya Arab, idfa'ul cizyə, ya Arab. Yəni cizyə verin bizə, qərarıdır cizyəni sən zimmi İslamda zindəci elənlərdən alasan. Trump dünyada iki tayfadan hesab aparır. Əvvəlmisi qüdrətli keşvərlərdir. Heç körtüsünə deyə bilər, mənə 1 trilyon dolar ver. Əsla və əbədə. Putinə deyə bilər, ya Allah, istəyəm səni sağam. Əsla və əbədə. İranla gəlib payımızı açıraq, sən qabaq bunu cırmışdın. O bilə İranın iqtidarına gəlib çatıb. Ona gəlib çatıb, kamilən gəlib çatıb ona. Elə ki mütəvəccüh oldu Ənsarullah. Qüdrəti bir cürdür ki, bata bilməz Ənsarullaha. Fौरən elam elədi, biz Ənsarullahla barışdıq. Ənsarullah da bizim kəştimizi vurmayacaq. Gördün, gördün. 2000-ci yer ki, oradan hesab aparıb Trump, o məmləkətlərdir ki, İsrailin şax damarı onların əlindədir. Türkiyə. Azərbaycanın nəfti gəlib Türkiyədən gedir İsrailə. Türkiyə o nəfti bağlasa bir həftə İsrail yıxılar. Odur görək sən nə izhar-ı iradət, ibraz-ı iradət elə Türkiyə Trump. Onu başa düşək. Onun o rəcəyi həyatı iqtisadisi bile oradadır. Bu sözü nəyə deyəm? Sözü buna deyəm ki, Trump'ın qabağında zarı zəf eləsin, hər nəyi utuzdun. İndi başa düş ki, niyə bu həftə məqam məzəm rəhbəri? Amerikanın bahanəcüyihayı müzakirəsində əcəb iqtidarla varid oldu. Əcəb müqtədiranə söhbət elədi. Ta təşkirin bilə ki, innə zəmənə təhdidi qəd vallah. Soğuşdu o zaman sən gələsən bizim icanımızı təhdid eləyəsən. Trump əmdən rəis cümhurları bir-bir aparır kaxı sıfıda. Onları orada yaxşı xeyş. Ve göre faslar mitselunat. Onları. Oradan üçün apardı. Sıxdı. O da durdu buna kəsiydi. Qarrat etdi bunun tarifində. Zayıf olarsan özür olarsan. Ama Kanada'nın için getdi. Dedi Kanada gərək mənim ola. İqtidarla döndü dedi furuşinist. Belə də ölçübdən məmmət satan sənə. Gördün Afrikayı cünubunun qabağında nə dedi? Afrika cünubunun içində bir gələk söz danışdı. Döndü dedi, mənim təyyarəm yoxdur, gələm sənə hibə eləyəm. Bax, bax, bax. İqtidar olsan, izzət olsan, huzur olar. Trump öz danışığında qəbləzin ki, gələ Xalic Farsa gör nə deyib, qulaq as. Deyib ki, Hukkam-ı ərəbin nə qədər pılı var, mən bunlardan istəyəcəyəm. Hər il gərək mənə 1 trilyon dolar verirlər. Şimdi bunların əmniyyətini mən saxlamışam. Əziz canuza and olsun. Əmniyyəti dedi nəzir saxlamışam. Bir təbir işlətdi. Bir təbir işlətdi. Mən öləm onu dilimə gətirmərəm. İhanət təbiri ya bunlara. Bax bunu örgəş, Cumhur İslamını gətirin bil. Şaha görmüşdün nə büzüleydi, Rəhs Cumhuri Amerikanın böyründə. İmam dedi, mənim bağrım çatdı. Bu niyə otur orada büzüley? Bunların qabağında iqtidar olmasa,
səni o cür foşu deyər, pulu da alar, yəni deyilər. Tarixi bir səfər idi, istiqbal da əcibik. Hamı dünya heyrətdədir, bu cür istiqbal olar. 4 gün qaldı, 4 milyard dolar aldı. İl 1 trilyon hissətdə vermədi. Nə məntəqəyə verdi, nə aləm İslam'a verdi. Bir dənə, qulaq as sözümə, ləzzət apar Cumhur İslam'ın iqtidarından. Bir dənə hakim İslami cürət eləyə bilmədi deyə ki, bala, o Qəzzəbə belə sənə pul veriyor, o Qəzzədə cəmaat axır qırılıyor, o günə qalıbdı. Demədi ya. Trump özü deyir. Trump deyir, mən ömrümdə bu cür bərəkətli səfər görməmişdim. Deyir, 10 bərabər pul için niflə elədik Ukraynada, mən bunlardan pul aldım. 12 bərabər. Gəldilər, sel kimi zəxərə tördülər qabağın. Əcibdir, Bəhreynin şahına gör nə deyir. Deyir, sənin 700 milyard dolar zəxiri ərzun var. Bu sənə çoxdur və ehtiyacın da yoxdur. Sənə nə var bunun ehtiyacı var, ehtiyacı yoxdur. Zəlil oldun, ayaq altında qalacaqsan. Cumhur İslamı bu iqtidarı gətirib düzəldib. Şu tərəf Bush gəldi, yımırığın vurdu. Parlamanı Japonda bizim üstünə dedi, İranın əlində əsir olmuşuq. Alan onlar hamısı Trump'ın əlində əsir olub. Təyyarəni verək 400 milyon dolar hədiyyə olar, bir dənə hədiyyə verəsən 400 milyon dolar pulu yola mənası var ha bunun. Qoy bir dənə bir cümlə deyim, ürək yandıran söz. O ləhzə ki Trump bunlarla müzakirə eləydi, bunlar cəşni tutmuşdular, bunlar şəmşir rəqsi eləydilər ha. Əziz canım and olsun, düz o ləhzə İsrail Amerikanın silahı ilə 65 nəfəri öldürdü. Bu üçün iki oradadır, bu üçündə 400 Filistinlini öldürdü. 400. Əsən qoy Amerikanın özü amarından deyim. Amerika elam eləyib, Əfqanistan, Əraq həmlə eləyib, Amerika ta indiyəcən 4 milyon müsəlmanı Amerika öldürüb. 4 milyonun qatili gəlib sənin qabağına. Sən nə edirsən? İndi laf bir dənə əntiqəsindəyim, nə danışdım bir tərəfə, bu bir tərəfə. Elə ki, səfəri Trump qutardı, ərəblərin, böyüklərinin oturağı Bağdadda başladı. Tamam ərəblərin böyücü yığışdı Bağdadda. Orada durdular, acayip. Orada durdular, bəyanə verdilər ki, Qəzzədə istiyor ki, ateşvaz ola, zənci dayana. Ay xoş insaf, ay na insaf, zəncün pulunu sən verdin axı. Orada pulun vereysən zəncün. Tamam təchizatın pulun vereysən, vır. Sonra bir anda gəleysən, deysən ki, ateşvaz, acayip şayət. Bir dənə Allah bətərin deyəcəyəm, bunu şahid heç kəs çox adam bilməyən. Bu ki Trump dedi gərək gətirəsiz 4 milyard dolar Amerikada sərmayə güzarı eləyəsiz, biləysiz hardadır? Hamısı o şirkətdədir ki, Jared Kushner bunun damadının şirkətidir. Bu Kushner həman adamdır ki, şəhrək Hayi Səhyunisini bu düzəldi və düzəldi. Bu həman adamdır ki, Sazman-ı Milləl özü bunu etiraz elədi. Dedi, sən haqqın yoxdur, gedib orada Filistinləri yerdə şəhrək düzəldəsən. Day mən nə danışım? Day mən nə danışım? Day burada gəl ümməti peyğəmbərdir biz. Ki bu cür gələ zərər olar. Mənim Allah'a and olsun, heç bir tərdidim yox ki, Trump ürəyində biz müsəlmanlara gülək. Deyədə bunlar əcib adamdılar ha. Vuruyam da, ihanət deyiləyəm. Burada danışıyam, neçə kilometr o tərəfdə bunların qanını töküyəm. Nəsil töküyəm. Amma bunlar mənim rikabımı doldururlar qızılına, gümüşünə. O məlun Həzrəti Əli Əskəravan üçün oxladı, hər mələ. Gəldi, bir nizya dedi, İmlə rikabi fizzətən və zəhəba. Qızıl gümüşlə doldur mənim rikabımı. Bunlar da bu cür oldu. Bəli. Bu pul içxəşləndi, orada verdilər buna. Bununla külli fəqri dünyadan yığışdırmaq olardı. Müasirə Qəzzəni sındırmaq olardı. Amuzda şu behtaşlı dünyanı təmin eləmək olardı. Amma bir dənə təbəq-i talaya qoydular, verdilər Trump'a. Bu pulla Misri biləysən xırtlayıncən qərzidədir. Mis pis gündədir, pis gündədir, pis gündə. Misrin tamam qərzini vermək olardı. Bu pulla Qəzzəni 12 dəfə təzədən düzəltmək, 12 dəfə təzədən düzəltmək olardı.
Somali'de bir biz internette git bak. Somali'de o aclıq bidat eləyir. Müsəlmandılar. Bir günə və alıblar baxmalı deyir. Əgər bu pullara xərcləsəydi 500 hesab eləyirlər ha. 552 il onlar da heç ehtiyacları yox idi çörəyə. 552 il. Tunes dənə keşvər İslamlı kəsdiyi büdcə təvərrüm belə sındırıb. Əgər bu pul orada xərclənsəydi 125 il biduni qərs, biduni təvərrüm yaşayardı. Şikayətimizi Allah-u Teala aparıyor. Şikayətimizi Ağa Resulullah aparıyor. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad.